Dostlar, doğrudan da çox gözəl oldu rəngi. Baxın. Size dostlar, bugün sizlərlə birlikdə Car Simulator 2'ye başlayırıq. Bu bölümlərdə Car Simulator'da gelişmə kimi bir şey olacaq. Yəni belə deyək də, Car Simulator'da özümüzü inkişaf etdirəcəyik və demək olar ki, bütün maşınları alacağıq. Sizə bu bölüm nə qədər çəkər, neçə video çəkər, onu altda qeyd edin. Əgər Car Simulator'da istədiyiniz maşınlar varsa, onları da yazın, alacağım. İndi ilk maşınımızı seçəcəyik. Mən buradan Honda'nı seçəcəm. İndi Honda'nı seçdik. Burada aşağıda takip et və qazan ödüllər var. Onları mən sonra eləyəm. O problem deyil. Günlük bonusumuzu götürək. Çünki bunu götürməyəndə gedir deyəsən. Yəni xatırladığım qədər. 3 gün oynasaq, gördüyünüz kimi bu Mercedes'i bizə verəcək. 7 gün oynasaq, bu BMW 7 seriyasını verəcək. 10 gün, 9 gün oynasaq ev verəcək. 14 gün oynasaq da, səhv etmirəmsə, Dodge Viper verəcək. Yəni belə, 21 gündə də BMW-nin Z seriyası olmalıdır. 28 gündə də rezidans verir. 30-cu gündə də Bentley verir. Ödüllər də pis deyil. Gəlin indi oyuna başlayaq. Videoya keçməzdən əvvəl bəyənib, kanala abunə olub, videonun şərh yazmağı və çalışdığınız qədər videonun axıra kimi izləsəniz sevinərəm. İndi bizə bunu öyrədir. Gəlin bunu türkçə eləyək, hamımız başa düşək. Yəni siz də başa düşə bilin. Qapını bağlayaq. Deyək qarajdan çıx. Öğrəticizi budur. Dostlar, burada bir dənə də öğrəticizi var. 40.000 pul verir, amma mən istəməm. Elə gəlin bu görevləri eləyək. Çünki öğretici biraz bezdirir. Onu sonra demək olur. Əsas bunları eləyək. Məsəl üçün bu 30.000 verir. Amma həm də ilərləmə olur da. Gəlin gedək. Oyunu mən demək olar ki, bir 5-6 ayda oynamıram. Böyük dəyişikliyi var. İndi gedək. Bu biraz yavaşdır, görsən. Gedək təzə maşınala, yoza bunu inkişaf elətdirək. Bu oxşarlar məsəl üçün əvvəl yox idi. Bunu deyəsən təzə gətirirlər, səhv eləmirəmsə. Çünki mən bunların olduğunu xatırlamırdım. İndi az qalıb, gələk çataq. 30.000 pulumuzu da alaq. İndi görək harada maşın ala bilərik. Məsələn burada. Bu Chevrolet ala bilərik yəqin ki, çünki üstündə belə çıxır. Görək burada 17-dən zad ala bilirik. 17-dən almaq olur. Gedək bir dənə 07 alaq elə oyunun əvvəlində. Dostlar, üzrlə sənin bayaq reklam gəldi. Nəysə, indi gedək. Görək nədir. Nədir deyəndə, yəni maşınlara baxaq da. Buradakı maşınlara baxaq əvvəlcə, görək bunlar nə istəyir. Burada mənə birdən qəşəng maşın olmalıdır. Görək nə maşınlar var. Koenigsegg, BMW, Volkswagen, Lexus, Toyota. Burada Toyota i86, i8, qəşəng maşınlar var. Bu 100 dənə taslaq istəyir. Əslində yığmaq olar, amma biraz çətindir. BMW səhv eləmirəm, 300.000 olmaydı, amma kənar mahallələrdə görev istəyirəm. Bu da deyəsən pul. Jeton deyəsən. Online oyun oynayanda jeton verir. Nəyəcə, gedək biz 07'mizi alaq. Bizə 07 maraqlıdır. Gedək, görək. 17'min yerinə baxın. Səhv getməyin. Buradadır. Yan şəritçini ayarladım. Gedək.
1,6 kilometr məsafə var. Dostlar, necə videoların gəlməsini istəyirsinizsə, şərh bölməsinə qeyd edin. Mən çalışdığım qədər sizin istəklərinizə uyğun videolar çəkəcəyim. Yəni siz narahat olmayın. İndi gedək, 1 kilometr məsafə qalıb. Gedək görək nə deyil. Polis var, yaxşı polisə yakalanmadım. Az qalıb çözəkdə arxamızı. Buradan 1500 pul gəldi, 45.000 pulumuz oldu. Qəşəng. Dostlar, əgər Karsimnator 2-nin iş bölümünü bəyəndinizsə, bəyənməyi unutmayın. Yəni mən sizin bəyənlərinizdən biləcəyəm ki, siz bölümləri bəyənirsiniz. Mən də yeni bölümlər çəkəcəyim. İndi buradan 07'mizi alınıb burada. 07'mizi alaq. Dostlar, indi ilk maşınımız 07'mizi aldıq. 07 hamımıza xeyirli olsun. Siz başqa hansı maşınları istəyirsinizsə yazın, mən o maşınları alacağım. Dostlar, bu bölümü qısa tutacağım. Gələn bölüm istəsəz biraz uzun eləyə bilərəm. 07 ilə də 1-2 dəqiqə fırlanaq, sonra da bu bölümü sonlandıracağım. Bəlkə gedək bunu kraskalayaq elə bitirim bölümü. Gəlin gedək. Yerə kraska yerdə çox zat deyil, buralıqdadır. Gedək görək nədir. Görəsən buna nə eləyək? Disk saat qoyaq. Bir dənə buna disk qoyaq belə. Belə qəşəngdir. Ölçüsü də bu boyda olsa yaxşıdır. Bir də buna bir dənə predok verək. Belə. Aha. 2000 pulumuz qaldı. 2000 kraskaya çatar. Məncə çatmayacaq. Amma nə? Dostlar, reklam gəldi. Ona görə videonu yenidən bağlamalı oldum. İndi maşın yazı düşdü. İndi biz gedək salmatı bir dənə kraskalayaq. Görək pulumuz çatır. Çatmırsa biraz pul kasaq, bu maşını kraskalayaq. Gələn bölümlərdə daha çox bir şey eləyərik. Bu iş bölüm olduğu üçün dedim elə ilk bölümə həsr olunmuş bir dənə ilk maşını alaq. Bir dənə buradan kraskanı eləyək. 5000 hə? Yox 3000 imiş. Hayda. 60 da pul çatmır. 60 da yox, 57 pul çatmır. Bir dənə bəlkə burada coinlərdən olmalıydı. Bu tərəflərdə bir dənə coinlə götürəcəm, çünki görəv eləsim uzun çəkəcək. Maşınımız niyə bana gedir? Predoka görə deyəcəm. Neyse sonra predokunu düzəldirəm, çünki indi bu dəqiqə verməyə 5000'im yoxdur. Bir dənə buna kraskada həll eləyək. Hoplanıb bana gediyəm maşın. Maşın açmaz yaxşıdır. Görək bu haqda harada var. Mənim yanıma gəldi, bu haqda var idi. Görək, bu yollardan birində var idi. Burada var, yox. Harada var idi görsən, yanıma çıxır. Maqdan oynamıram. Onda oynayanda götürürdüm, hamısını. Yəni görək burada polis, bəlkə də polis bölməsində gedək, polis bölməsinin yanında var idi. Yox, elə ehtiyac almadı, burada var imiş. Buradan bir dənə götürək, olacaq 3400, yox, səhvə saladım, 4443. İndi gedək görək. Bunun nə rəng eləyirik? Haradaydı o yer? Burada. Yolumuz çox uzaqdır. Polis bölməsinin yanında gedə bilərdim. Polis bölməsinin yanında olmaq yadımdan çıxıb. Maşın yox, bana gedək ya. Gedək bir dənə, buna kraska eləyək. Biraz yatan uzun çəkəcək bizim bunu kraskalamağımız. Gedək, buna kraska vuraq. Hayda. Gedək indi, bir dənə kraskalayaq.
Bir müddətdən sonra hoppanma başlayır. Sürət artanda. Baxın, indi burada olmalıydı. Gördüğünüz ağacların yanında. O yadından çıxmam. İndi gedib kask qalacaq. Sonra da videomuzu sonlandıraq. Burada garajlar da var. Bunlar garajlar sonra alarım. 30 minədəsinə çox pahalı deyil. Onsuz hələ çox maşın almamışıq. 2 dənə maşınımız var. Girək indi. Kask eləyək. İndi bunu nə rəng eləyək? Qırmızı da əslində pis deyil. Qırmızı eləyək, yoxsa qara. Məncə qırmızı daha yaxşıdır. Qırmızını biraz tündün eləyək, belə albalı rəngi kimi. Məncə pis deyil. Gəlin indi baxaq. Dostlar, maşınımız hazırdır. Çox gözəl rəng olub ha. Mənə görə çox gözəldir, bəs sizdə? Gəlin indi buna çöldən baxaq. Çöldən daha yaxşı qərar vermək olar. Dostlar, doğrudan da çox gözəl oldu rəngi. Baxın. Məncə yaraşdı, bəs sizdə? Şərpələməsində qeyd etməyi unutmayın. Neyse dostlar, bu bölümümüzdə bu qədər olsun. Gələn bölümlərdə görüşənədək videomu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı və şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın. Gələn bölümlərdə görüşənədək.